Honor 600 seriyası kamera, performans, dizayn sahəsindəki yüksək standartları bir araya gətirən yeni nəsil smartfon seriyasıdır. Seriya 2 modeldən ibarətdir. Honor 600 və Honor 600 Pro. Seriyaya kameradan başlamaq ən doğru olardı. Çünki Honor 600-ün ən güclü tərəflərindən biri məhz budur. Hər iki modeldə 200 megapiksel əsas kamera yerləşdirilib. Sabitləşmə göstəricisi CAPI 6.0 səviyyəsinə çatıb ki, bu smartfonlar arasında ən yüksək sabitləşmə sertifikatlarından biridir. Yəni əl titrəməsi, hərəkət, zəif işıq. Bunların heç biri şəklin keyfiyyətinə mənfi təsir göstərə bilmir. Bundan əlavə, 12 megapiksel ultra geniş kamera və True Skin ton texnologiyası ilə 50 megapiksel ön kamerada mövcuddur. Honor 600 Pro modelinə isə CAPI 6.5 sertifikatlı 120x rəqəmsal yaxınlaşdırma və 50 megapiksel periskop, yəni telefoto kamera əlavə edilib. Kamera sistemində süni intellekt əsas rol oynayır. Photo to Video 2.0 funksiyası ilə cəmi 2 fotodan mükəmməl keçidli video yaratmaq mümkündür. İstifadəçi istəsə improvizasiya rejimini seçib 1-3 fotodan gözlənilməz nəticələr əldə edə bilər, yaxud öncədən hazırlanmış şablonlardan istifadə edə bilər. AI gecə rejimi zəif işıqda da parlaq nəticələr verir. AI pozan lazımsız detalları silir. Magic Color isə seçilmiş şəklin rəng profilini yeni foto şəkillərə avtomatik tətbiq edir. Performans tərəfindən Honor 600 Snapdragon 7 Gen 4, Pro modeli isə daha güclü Snapdragon 8 Elite çipi ilə işləyir. Hər iki model 7000 mAh batareya və 80 Watt sürətli şarj təqdim edir. Pro modeldə əlavə olaraq 50 Watt naqilsiz şarj da mövcuddur. Dizayn baxımından 7,8 mm qalınlıq, 190 qram çəki və TÜV Rheinland tərəfindən sertifikatlaşdırılmış 0,98 mm ekran çərçivəsi ilə seriya həqiqi premium görünüş təqdim edir. 6,57 düym AMOLED ekran, 8000 nit parlaqlıq və 120 Hz yenilənmə tezliyi ilə gəlir. IP68, IP69, IP69 KAZ sertifikatları isə ən ağır su və toz şəraitlərində belə etibarlı istifadəni təmin edir. Nəticə olaraq Honor 600 seriyası peşəkar kamerası, güclü performansı, incə dizaynı və yüksək davamlılığı ilə hər ehtiyaca cavab verən bir həldir.